Növbəti sual. Cədvəldə yalnız Aydının satdığı malları hansı tarixdə satdığını, hansı qiymətə satdığını çıxar cədvəldən. Deməli, bizə lazımdır Aydının satdığı malları. Gəlirik Create lentamına SQL sorğu pəncərəsini açırıq və yazırıq. Yalnız Aydının satdığı malları hansı tarixdə satdığını və hansı qiymətə satdığını. Deməli, Aydının satdığı malları görəcəksə mal sütunu seçməliyik. Hansı tarixdə satdığını görəcəksə, hansı qiyməti satdığını görəcəksə, qiymət sütununu da seçməliyik. Aydının satdığını görməliyiksə, Aydın kimdir? Satıcıdır. Deməli, satıcı sütununu da seçməliyik və hansı tarixdə soruşursa, tarixi də seçməliyik. Gördüyünüz kimi bütün sahələri seçdik. Yenə də ulduzdan, yalnız ulduzdan istifadə edə bilərdik. Yəni. From. Yeri gəlmişkən burada bu açar sözlər ki var. Select, from, where açar sözləri. Bunları kiçik hərflərlə də yazsaq sorğu icra olunacaq. Yəni fərqi yoxdur. Amma böyük hərflərlə yazılmalıdır ki, oxunaqlıq yaxşı olsun. Oxunaqlıq baxımından böyük hərflərlə yazır. Onu digərlərini seçməksin. From. Yenə satıcılar və şərt. Böyle yazabları. Şərt nədir bizdə? Aydının satdığı malları. Deməli, Aydın kimdir? Satıcı. Satıcı sahəsin, yazıram satıcı. Satıcı bərabərdir Aydın. Vəssalam. Nöqtəli vergülümüzü də qoyuruq. Bununla da tamamdır. Sorğumuz tamamdır. Run. Gördüyünüz kimi. Yalnız Aydının satdığı malları hansı tarixdə satıb? Ankor yağı satıb, mozzarella satıb. Vəssalam. Bugünkü dərslərimiz bu qədər. Növbəti dərslərdə SQL ilə bağlı daha mürəkkəb sorğular yaratmağı, SQL-də daha mürəkkəb sorğular yaratmağı inşallah göstərəcəm. Bunu yəqin ki, ödənişsiz dərs şəklində edəcəyik. Sağ olun, görüşək.